Salam əziz şagirdlər, mən riyaziyyat müəllimi Arzu Ələdin qızı. Sizə bugün sadə və mürəkkəb ədədləri izah edəcəm və bu səhifədə bu mövzuda olan bütün tapşırıqların izahını verəcəm. Kanalımıza abunə olmağı və videomuzu paylaşmağı unutmayın. Deməli uşaqlar, gəlin birinci görək sadə və mürəkkəb ədədlər nədir? Sadə ədədlər 1-ə və özünə bölünən ədədlərdir. Məsələn, 13 sadə ədəddir. Çünki 1-ə bölünür, bir də özünə. 23 də sadədir. Çünki 1 1-ə bölünür, bir də 23-ə. Bəs mürəkkəb ədəd nədir? Uşaqlar, mürəkkəb ədəd 2-dən çox natural böləni olur. Məsələn, 48 mürəkkəb ədəddir. Niyə? Çünki 1-ə bölmək olar, özünə bölmək olar, 2-yə bölmək olar, 4-ə bölmək olar, sonra 24-ə bölmək olar, 12-yə bölmək olar. Görürsünüzmü nə qədər böləni var? Deməli, mürəkkəbdir. Yadınızda saxlayırsınız bir də nəyi? 1. 1 nə sadədir, nə sadədir, nə mürəkkəb. Yəni, 1 nə sadə, nə də mürəkkəb ədəddir. Gəlin indi baxaq tapşırığımıza. Deyir ki, bir şirniyyatçı 13 şəkərbura bişirdi. Bu şəkərburaları hər qutuya bərabər sayda olmaqla necə yığmaq olar? Ola bilər ki, birinci versiyada hər qutuya bir dənə şəkərbura yığaram. Deməli, 13 qutu lazım olar. İkinci halda ola bilər ki, bir qutuya elə 13 şəkərbura yığaram. Deməli, bir qutu lazım olar. Yəni, 2 üsulla yığmaq olar. Çünki 13 sadə ədəddir. 1 vuraq 13 kimi düşündük. Baxaq sonrakını. Deyir ki, 4 şirniyyatçının hər biri şəkərbura bişirdi. Bütün şəkərburaları hər birində bərabər sayda olmaqla neçə qutuya yığmaq olar? Gəlin baxaq. 13 vur 4. Eləyir 52. 52 şəkərburamız var. Birinci görək bunu neçə üsulla qutulara yığmaq olar. 52 böl 4. Hər qutuya 4 dənə şəkərbura yığsaq, 13 qutu lazım olar. 52 böl 13. Hər qutuya 13 şəkərbura yığsaq, 4 qutu lazım olar. 52 böl 2. Hər qutuya 2 şəkərbura yığsaq, 26 qutu lazım olar. Sonra 52 böl 4. Bunu 4'ü demişdik, 13'ü demişdik. 26 yazaq. 52 böl 26. Hər qutuya 26 şəkərbura yığsaq, 2 qutu lazım olar. Daha sonra bir də ola bilər ki, 52 şəkərburanın 52'sini də bir qutuya yığa bilərsiniz. Görürsünüzmü? Neçə üsulla yığılır. Deməli, 52 mürəkkəb ədəddir. Sonra baxaq növbəti. Deməli, deyir ki, sadə ədədlərin sadə və ya mürəkkəb olduğunu müəyyən edin. Uşaqlar, 11 sadə ədəddir, çünki 1-ə və özünə bölünür. 17 sadə ədəddir, 1-ə və özünə bölünür. Amma 12 mürəkkəb ədəddir, çünki uşaqlar, sadə ədədlərdən 2 yeganə cüt ədəd idi ki, yeganə cüt ədəddir ki, sadədir. Qalan harda cüt ədəd görsəniz, uşaqlar, bilin ki, o mürəkkəbdir. İstənilən cüt ədəd artıq mürəkkəb olur. Amma 2-ni çıxmaq şərti ilə. Çünki 2 yeganə cüt ədəddir ki, sadə ədəddir. 12 mürəkkəb ədəddir. Niyə? Çünki, baxın, 1-ə bölmək olar, 2-yə bölmək olar, 3-ə bölmək olar, 4-ə, 6-ya, 12-yə. Gördünüzmü nə qədər böləni var? Deməli, bu mürəkkəbdir. 18 də mürəkkəbdir uşaqlar. Çünki 1-ə bölmək olar, 2-yə bölmək olar, 3-ə bölmək olar, 6-ya bölmək olar, 9-a bölmək olar, 18-ə bölmək olar. Sonra baxaq 41-ə. 41 sadə ədəddir. Çünki 1-ə və özünə bölmək olar. Bu olsun sadə. 34 uşaqlar mürəkkəb ədəddir. Çünki 34-ü 1-ə bölmək olar, 2-yə bölmək olar, 17-yə bölmək olar, 34-ə bölmək olar. 48
mürəkkəb ədəddir. Niyə? Çünki 1-ə bölmək olar, 2-yə bölmək olar, 3-ə bölmək olar, 4-ə bölmək olar, 6-ya bölmək olar, 12-yə. Görürsünüzmü uşaqlar nə qədər böləni var? 24-ə. Və yaxud da ki, mən deyən qaydanı yadınızda saxlayın. 2-dən başqa bütün cüt ədədlər mürəkkəbdir. Yəni siz 48-i sayda vuruqlara ayırmadan da deyə bilərsiniz ki, Arzu müəllimə, elə 48 nədir? Mürəkkəb ədəddir. 43 sadədir. Niyə? Çünki 1-1-ə, bir də 43-ə bölmək olar. Deməli, 43 sadədir. 59 da sadədir uşaqlar. 1-ə və 59-a bölmək olar. Amma 52 mürəkkəbdir. Çünki mən sizə dedim axı, 2-dən başqa bütün cüt ədədlər mürəkkəbdir. Yəni, vaxtınızı aparmadan mürəkkəb olduğunu söyləyə bilərsiniz. Sonra 66 da mürəkkəbdir. Çünki 2-dən başqa bütün cüt ədədlər mürəkkəbdir. Məsələn, 6-nı bölənləri 2-dir, 1-dir. 6-nı yox da doğrusu 66-nı. Məsələn, baxın, 1-dir, 2-dir, 3-dür, 6-dır, 11-dir, 66-dır. Görürsünüzmü nə qədər böləni var? 61 sadədir. Çünki 1-ə və özünə bölünür. Gəlin yazıq buna da sadə. Amma bu mürəkkəb idi. 73 sadədir. Çünki 1-ə və özünə bölünür. Sadə. Amma 78 mürəkkəbdir. Çünki 2-dən başqa bütün cüt ədədlər mürəkkəbdir. Və yaxud da ki, 78-in bölənlərinə 1-ə bölünür, 78-ə bölünür, 39-a bölünür, 13-ə bölünür. Görün nə qədər bölənləri var. Daha sonra bunlar. Gördünüzmü? Bu da oldu mürəkkəb. Və yaxud da ki, siz bilirsiniz ki, 2-dən başqa bütün cüt ədədlər mürəkkəbdir uşaqlar. Keçək növbəti səhifəmizə. Növbəti səhifədə baxın, bu cədvəldə siz sadə mürəkkəb ədədləri öyrənmiş olacaqsınız. İndi gəlin baxaq nəyə? Deyir ki, hər boş xanaya uyğun 3 sadə ədədi müəyyən edin. 12-dən kiçik 3 dənə sadə ədəd yazaq. 2 yazaq, 5 yazaq, 7 yazaq. 25-dən kiçik 3 dənə sadə ədəd yazaq. 3 yazaq, 7 yazaq, 11 yazaq. 5 ilə 17 arasında sadə ədəd 7 yazaq, 11 yazaq, 13 yazaq. 11 ilə 23. Baxın uşaqlar, bərabər işarəsi var deyə 23-ün özünü də götürə bilərsiniz. 13, 17 və 23. Fikir verdiniz, mən 11-i götürmədim. Niyə? Çünki burada bərabər işarəsi yoxdur. Olsaydı 11-i də götürərdim. 8 ilə 19 arasında. 11-i götürək, uşaqlar, 13-ü götürək, 17-ni də götürə bilərsiniz, 19-u da götürə bilərsiniz. Niyə 19-u da götürə bilərəm? Çünki burada bərabər işarəsi var. Sonra 31 ilə 50 arasında. Görürsünüzmü? Bərabər işarəsi var. 31-in özünü də götürə bilərəm. 37-ni də götürə bilərəm. Sonra 37, 39 yox. 40, 41-i götürə bilərik uşaqlar. 41-i də götürə bilərsiniz, 43-ü də götürə bilərsiniz, 47-ni də götürə bilərdik. Amma bizdən 3 dənəsi istəyir. Sonra deyir, bölünmə əlamətlərindən istifadə etməklə verilən ədədlərin mürəkkəb olduğunu tapın. Gəlin baxaq. Uşaqlar, 117 mürəkkəbdir. Arzu müəllimə bunu hardan bildi? Deməli, mürəkkəb ədədin qaydası nədir? Yalnız 1-ə və özünə bölünür. 117, 1 vuraq 117. Bu nağdı var. Həm də 117 3-ə də bölünür, 9-a da. Deyim, hardan bilirəm? Rəqəmlərinin cəmi 3-ə bölünən ədədlər 3-ə bölünür. Bax, 9 elə. 9-u 3-ə də bölmək olur. 9-a da bölmək olur. Deməli, bu oldu mürəkkəb. Sonra 242. Biz dedik ki, 2-dən başqa bütün cüt ədədlər mürəkkəbdir. 363. Baxın, 1-ə bölünür, özünə bölünür, hətta 3-ə də bölünür. Çünki rəqəmlərin cəmi 3-ə bölünən ədəd 3-ə bölünür. Məsələn, baxın, mən bir ədəd versələr, mən deyirəm ki, bu ədəd 3-ə bölünür, yoxsa bölünmür, uşaqlar. 3-ə bölünür. Niyə? Rəqəmləri toplayıram 15. Görürsünüzmü? 15 3-ə bölünürsə, deməli 546 da 3-ə bölünür. Və belə çıxır ki, mürəkkəb ədədiymiş. 801 1-ə bölünür, özünə bölünür, 9-a da bölünür uşaqlar, 3-ə də bölünür. Hardan bilirəm? Rəqəmlərinin cəmi 3-ə bölünən ədədlər 3-ə bölünür. Görürsünüzmü? 9, 9 3-ə bölmək olar. Deməli 801 də 3-ə bölünür. Rəqəmlərinin cəmi 9-a bölünən ədədlər 9-a bölünür. Deməli 801-i biz həm də 9-a da bölə bilərik. Və
Belə çıxır ki, 801 mürəkkəb ədədi. Niyə? Çünki 2-dən çox böləni var. Sonra 1105. 1105 mürəkkəb ədəddir. Niyə? Çünki 1-ə bölünür. Özünə bölünür. Bir də uşaqlar 5-ə bölünür. Hardan bilirəm 5-ə bölünür? Çünki 5-ə bölünmə qaydası nə idi? Sonu 0 və 5 ilə bitən bütün ədədlər 5-ə bölünür. Sonra baxaq buna. 1-ə bölünür. Özünə bölünür. Bir də uşaqlar rəqəmləri cəmləsək eləyəcək 12. Rəqəmləri cəmi 3-ə bölünəndə də 3-ə bölünür. Deməli 3-ə də bölünür. Avtomatik siz deyirsiniz ki, müəllimə, bu mürəkkəb ədəddir. Çünki 2-dən çox böləni varsa, mürəkkəb ədəd sayılır. Məsələn, 9027 də mürəkkəb ədəddir. Hardan bilirəm? 1-ə bölünür, özünə bölünür. Bir də rəqəmlərin cəminə baxın. Rəqəmlərin cəmini tapanda görürsünüz ki, eləyir 18. 18 həm 3-ə də bölünür, həm 9-a da. Deməli, 9027-ni həm 3-ə də bölmək olar, həm 9-a da. Gördünüzmü? Mürəkkəb ədəddir. Niyə mürəkkəb ədəddir? Çünki mürəkkəb ədədinin 2-dən çox natural böləni var. Baxın, biz hardasa 4-ünü tapdıq. Sonra, gəlin baxaq növbəti tapşırığımıza. Bir ədədləri 2 sadə ədədin cəmi şəklində yazın. 8-i yaza bilərik uşaqlar 3 üstəgəl 5. Baxın 3 də sadədir, 5 də sadədir. 12-ni gəlin yazaq 5 üstəgəl 7 kimi. 5 də sadədir, 7 də sadədir. 18-i gəlin yazaq uşaqlar 13 üstəgəl 5 kimi. Hər ikisi sadədir. Hətta siz 11 üstəgəl 7 kimi də yaza bilərdiniz. 10-u gəlin yazaq 3 üstəgəl 7 kimi. Sonra 15-i yazaq. Deməli 13 üstəgəl 2 kimi yaza bilərik uşaqlar. Çünki ikisi də sadə olmalıdır. Yəni biri sadə, biri mürəkkəb yox. İkisi də sadə olsun deyir. Baxaq digər çalışmamız, çalışma 6-ya. Deyir ki, ədədləri 2 sadə ədədin hasil şəklində yazın. 69-u necə yaza bilərik? Deməli 23 vur 3 kimi. 77-ni 7 vur 11 kimi yaza bilərsiniz. Sadə ədəd. Yadınızda saxlayın. Uşaqlar, bir nə sadədir, nə mürəkkəb. Bəzən şagirdlər səhv edirlər, 77 vur 1 yazırlar. Amma bu səhvdir. Siz unudursunuz ki, bir nə sadədir, nə də mürəkkəbdir. 85-i yazaq 17 vur 5 kimi. 121-i yazaq 11 vur 11 kimi. Növbəti sualımız. Deyir, nümunələr göstərməklə fikirlərin doğru və ya yanlış olduğunu müəyyən edin. Baxın, aşağılar. Deyir ki, hər bir cüt ədəd mürəkkəb ədəddir. Xeyr, 2 yeganə cütdür ki, sadədir. Deməli, bu istisnanı nəzərə almışlar. Bu səhv fikirdir. Hər bir tək ədəd sadə ədəddir. Xeyr. Uşaqlar, mən sizə tək ədəd deyərəm 21. Bəyəm 21 sadədir. 21 həm 1-ə bölünür, həm 3-ə bölünür, həm 7-yə bölünür, həm 21-ə bölünür. Görürsünüzmü? Deməli, doğru fikir deyil. Sonra deyir ki, sadə ədədlərin hasili mürəkkəb ədəddir. Məsələn, 3 vur 7, 21. Düz deyir. 21 mürəkkəb ədəddir. Niyə? Çünki 21-i siz 1-ə bölə bilərsiniz, 21-ə bölə bilərsiniz, 3-ə bölə bilərsiniz, 7-yə bölə bilərsiniz. Sonra, 2 sadə ədədin cəmi mürəkkəb ədəddir. Məsələn, 7 üstəgəl 5, 12. Düz deyir uşaqlar, 12 mürəkkəb ədəddir. Çünki mürəkkəb ədəddə 2-dən çox bölən olur. 12-ni 1-ə bölmək olar, 12-yə bölmək olar, 2-yə bölmək olar, 3-ə bölmək olar, 4-ə, 6-ya, 12-yə. Görürsünüzmü nə qədər ədədə bölmək olarmış. Sonra, gəlin baxaq, mürəkkəb ədədin sadə vuruqlara ayrılmasına. Mürəkkəb ədədləri sadə vuruqlara necə ayıracağıq uşaqlar? Bir də saniyə baxım görüm nə qədərdir. Aha, sonra can. Neyse uşaqlar, indi baxaq.
Məsələn, 48-i sadə vuruqlar. Sadə vuruqlara ayırmaq nədir? Yəni, siz birinci 2-ni yoxlayırsınız. 2-yə bölünməsə 3-ü yoxlayın. 3-ə bölünməsə 5-i, sonra 7 və s. Yəni, siz 2 dura-dura 3-ə bölə bilməzsiniz. O doğru fikir deyil. Məsələn, 48-i sadə vuruqa ayırmaq istəyirsinizsə, 2-yə bölürsünüz. Bax, nəticəni solda yazılır. 2-yə bölürlər 24, 2-yə bölürlər 12, 2-yə bölürlər 6, 2-yə bölürlər 3, 3. Deməli, nə oldu? Oldu 2 üstü 4, vuraq 3 kimi. Yəni, 48-in yazılışı buydu. İndi gedək digərlərini ayıraq, uşaqlar. Hansını eləyək? Hansını eləyək? Bax, məsələn, saçma 8. Deyir, hansı hasil hər hansı ədədin sadə vuruqları. Yəni, bizim vuruqlarımız sadə ədədlər olmalıdır, uşaqlar. Mürəkkəb olmamalı. Baxın, sadə, 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 sadə. Deməli, bu doğrudur. Sadə, 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 amma 6 mürəkkəb ədəddir. Deməli, bu səhvdir. Buraya yazaq, yox, bu səhvdir. Sonra baxın C variantına. Sadə, 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 sadə. Deməli, bu doğrudur. Yazaq, doğru. Sadə, sadə, sadə. Bu da doğrudur. Sadə, 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 amma 10 sadə deyil. Onda bura yazırıq, yox, səhvdir yəni. Sadə, 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 amma 6 sadə deyil. Deməli, onda bura yazacağıq, yox. Çünki sadə vuruğa düzgün ayrılmayıb, bax, uşaqlar, 6 sadə ədəd deyil. J variantına baxın, sadə, 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 sadə. Deməli, doğrudur. Amma H variantına baxın. Sadə, 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 sadə. Bəli, bu da doğrudur. Keçəyin növbəti sualımıza. Deyir, ədədləri sadə vuruqlara ayırın. Gəlin ayıraq uşaqlar. 45-i sadə vuruqlara ayıraq. 45-i, yazacaqsa 3 dura-dura biz 5-ə bölə bilmərik. 3-ə bölürəm 15, 3-ə bölürəm 5, 5. 60-ı, baxın, 2 dura-dura 3-ə bölmək olmaz ha, uşaqlar. 2-yə bölürük 30, 2-yə bölürük. Məsələn, 45-ci nə oldu? 3-ün kvadratı vur 5. Bax, bu cür yaza bilərsiniz. Çünki 3-dən 2 dənə idi axı. 30-u 2-yə böldünüz 15, 3-ə böldünüz 5, 5. Deməli oldu 2-nin kvadratı vur 3, vur 5. 54-ü yazaq. Baxın, 2-yə bölək 27, 3-ə bölək 9, 3-ə bölək 3, 3. Deməli, 54-ü yaza bilərikmi uşaqlar? 2 vurulsun 3-ün kubu. 75-i gəlin, deməli, 3-ə bölək. Çünki 3 dura-dura 5-ə bölməmiz doğru deyil uşaqlar. 25, 5-ə bölürük 5, 5. Deməli, 75 oldu nə? 5-in kvadratı vur 3. 88-i gəlin ayıraq uşaqlar. 2-yə bölək 44, 2-yə bölək 22, 2-yə bölək 11, 11. Deməli, 88 oldu nə? 2-nin kubu vur 11. 90-ı sadə vuruğa ayıraq uşaqlar. 2-yə bölək 45, 3-ə bölək 15, 3-ə bölək 5, 5. Deməli, 90-ı yazacağıq. 2 vuraq, 3-ün kvadratı, vuraq 5 kimi. Keçək digərinə. Deməli, yazaq 120-ni. Görün nə yazacağıq. 120-ni sadə vuruqlara ayıraq. 2-yə bölək 60, 2-yə bölək 30, 2-yə bölək 15, 3-ə bölək 5, 5. Deməli, 120-ni yaza bilərikmi? 2-nin kubu, 2-dən 3 dənədir. Vur 3, vur 5 kimi. 160-ı gəlin yazaq, uşaqlar. 2-yə bölək 80, yeni deyirəm, 2 dura-dura, başqa bir ədədə bölməyimiz düzgün deyil. 2-yə bölək 40, 2-yə bölək 20, 2-yə bölək 10, 2-yə bölək 5, 5. Gördünüzmü uşaqlar? Neçə nədir? 2 üstü 5, vuraq 5. 140 ayıraq. 2-yə bölək 70, 2-yə bölək 35,
5. 35'i 5'e böldük 7, 7. Bu da bitdi. Deməli 140'ı yazırıq. 2-dən 2 dənədir. 2-nin kvadratı vur 5, vur 7 kimi. 225'i gəlin yazaq. Uşaqları 3'ə bölək. Çünki 3 dura 5'ə bölməmiz doğru deyil. 75. 3'ə bölək. 25, 5, 5, 1. Deməli, burada 225'də olacaqdı. 3'ün kvadratı vur 5'in kvadratı. Sonra baxaq 240'a. 240'da 240'ı bölək 2'yə. 120. Bölək 2'yə. 60. Bölək 2'yə. 30. Bölək 2'yə. 15. Bölək 3'ə. 5. Deməli 1, 2, 3, 4. Olacaq nə? 2 üstü 4. Vur 3. Vur 5. Baxaq 264'ə. 2'yə bölək 132. 2'yə bölək 66. 2'yə bölək 33. 3'ə bölək uşaqlar 11, 11. Deməli 264'ü yaza bilərikmi? Baxın 2-dən 3 dənədir uşaqlar. 2'nin kubu vur 3, vur 11 kimi. Fikir verdinizmi? Sadə vuruqların ayrılışıdır. Sonra gəlin 324 ayıraq. 2'yə bölək 162. 2'yə bölək 81. Baxın 3'ə bölürəm 27. 3'ə bölürəm 9. 3'ə böldüm 3. 3, bu da 1. 1 nə sadədir, nə mürəkkəbdir uşaqlar, unutmayın. Deməli 2-dən 2 dənədir. 2'nin kvadratı. 3'dən də uşaqlar 4 dənədir. 3'ün üstü 4. İndi gəlin 360'ı sadə vuruqlara ayıraq. 2'yə bölək 180. 2'yə bölək 90. 2'yə bölək 45. 3'ə bölək 15. Görürsünüzmü? 3 dura mən 5'ə bölmədim. 3'ə bölək 5, 5. 2'dən neçədə nədir? 3 dənə. Deməli 2'nin kubu vuraq 3'ün kvadratı, vuraq 5. Sadə vuruqlara ayırdım. İndi baxaq 420'yə. Deməli 420'ni sadə vuruqlara ayıraq. 2'yə bölək 210. 2'yə bölək 105. 3'ə bölək 35. 5'ə bölək 7, 7. Deməli uşaqlar 420'ni sadə vuruqlara ayıranda 2'dən 2 dənədir. Yəni 2'nin kvadratı. Vur 3, vur 5, vur 7 oldu. Gəlin indi 500'ü sadə vuruqlara ayıraq. 2'yə bölək 250. 2'yə bölək 125. Sonra 5'ə bölək 25. 5'ə bölək 5, 5. Deməli 500'ün sadə vuruqları 2'nin kvadratı vur 5'in kubudur. 625'ə baxaq uşaqlar. 5'ə bölək 125. 5'ə bölək 25. 5'ə bölək 5, 5. Deməli 625'i 5'dən 4 dənə deyirəm uşaqlar. 5 üstü 4 kimi yaza bilərsiniz. 320'yə baxaq. 2'yə bölək 160. 2'yə bölək 80. 2'yə bölək 40. 2'yə bölək 20. 2'yə bölək 10. 2'yə bölək 5, 5. Deməli 320'ni siz yaza bilərsiniz. 1, 2, 3, 4, 5. Yəni 2 üstü 5. Vuraq. 2 üstü 5 yox. Hətta 2 üstü 6. 6 dənədir uşaqlar. Baxın. 2 üstü 6 vuraq. 5 kimi yaza bilərsiniz. Daha sonra baxaq növbəti sualımıza. Deyir ki, ədədin sadə vuruqlara ayrılışından istifadə edərək onun bütün bölənlərini tapın. Gəlin tapaq uşaqlar. 2 vur 3 6'dır. Ədədin bölənlərinin biri 1 olur. Biri özü olur. Bir də bu sadə vuruqlar var. Bizə hazır nəzir verib. 2'dir, 3'dür. Qutardı, getdi.
Məsələn, 5 vur 7, 35. Uşaqlar, hər bir ədədin natural böləninin biri 1-dir, biri özüdür. Bax, sadə vuruqlarda bizə hazır nəzir verib. 5 ilə 7-ni də yazdıq. Sonra, baxın, 5 vur 7, qocum neçə eləyir? 35. 11-ə vursaq, 385. Aha. Uşaqlar, 385. Deməli, 1 1-ə bölünür. 1 özünə bölünür. Bir də bax, buradakı sadə vuruqlar. 5-ə, 7-yə, 11-ə. Sonra, baxın, 2 vur 2, vur 7, 28. 1-ə bölünür, 28-ə bölünür, 2-yə bölünür, 7-yə bölünür. Daha sonra, 18. 1-ə bölünür, özünə bölünür, 2-yə bölünür, 3-ə bölünür. 5 vur 5 vur 5, 125 eləyir. Uşaqlar 1-ə bölünür, özünə bölünür. Bir də bax, buradakı sadə vuruğa, yəni 5-ə bölünür. Gördünüz nə qəşəkdir? Sadə vuruq artıq bizə bölənlərini tapmağa kömək etdi. Sonra, gəlin baxaq 11-ci sualımıza. 11-də deyir ki, ədədləri əlverişli üsulla sadə vuruqlara ayırın. Ayıraq da uşaqlar. Ayıraq. 56-nı yazaq. Deməli. 7 vur 8 kimi. Amma 8 sadə ədəd deyil axı. Ona görə yazaq 7 vuraq 8 2-nin kubudur. 80-i yazaq uşaqlar. Deməli 16 vur 5 kimi. 16 2 üstü 4-dür. Vur 5. Gördünüz nə qəşəng ayırdım. 88-i yazaq 8 vur 11 kimi. Amma 8 sadə ədəd deyil axı uşaqlar. Yazaq 8-i 2-nin kubu vur 11 kimi. Görsünüzmü? Bax, bu versiyalar daha doğru sadə vuruqlara ayrılışdır. Sadəcə bunların köməyi ilə eləyirəm. Məsələn, 170-i gəlin yazaq 17 vur 10 kimi. Amma 10 sadə ədəd deyil axı uşaqlar. Ona görə də 17 vuraq. Onu yazaq 2 vur 5. Bu cür yazsaq daha doğru olar. 150-ni yazaq uşaqlar. 3 vur 5 vur. Onu da yazaq 2 vur 5 kimi. Gördünüz nə qəşəng oldu 150. 280-i necə düşünək? 4 vuraq 7 kimi. 4-ü yazaq 2 vur 2 vur 7. 4 vur 7 28. Onu da yazaq 2 vur 5. Yəni belə deyək də 280-i sanki 4 vur 7 vur 10 kimi düşünürük. Amma 10 sadə ədəd olmadığına görə onun özünü də parçalayırıq. 225-i yazaq. Deməli 3 225-i necə yaza bilərik? 3 vurulsun 75 kimi yaza bilərik. Amma 75 sadə ədəd deyil. 3 vurulsun 75-i 25 vur 3 kimi düşünsək 5 vur 5 vur 3. Gördünüz nə qəşəng? Deməli, 3-ün kvadratı vur 5-in kvadratı oldu. O biri də tansılı 300 və 400. 300-ü gəlin yazaq, uşaqlar. 3 vurulsun 100 kimi. Amma 100 sadə ədəd deyil axı. Ona görə yazaq 3 vurulsun 100-ü yazaq. Deməli, 25 vur 4 kimi. Yəni, 25 də 5-in kvadratıdır, 4 də 2-nin kvadratıdır. Gördünüz nə qəşəng? 400-ü yazaq, uşaqlar, 4 vuraq 100 kimi. Amma 100 sadə ədəd deyil axı. Nə də 4 sadə deyil. 4-ü yazaq 2-nin kvadratı, 100-ü yazaq 25 vuraq 4 kimi. Baxın, 25 də nə deməkdir? 5-in kvadratı, 4 də 2-nin kvadratıdır. Deməli, onda biz yazırıq necə? 2-nin kvadratı vuraq 5-in kvadratı, vuraq 2-nin kvadratı. Yəni, bax, bu 2-dən neçədən oldu? 4 dənə. 2 üstü 4 vuraq 5-in kvadratı. Sonra baxaq 12-ci çalışmaya. D tərəflərinin uzunluğu natural ədədlərlə ifadə olunan düzbucaqlının sahəsi hansı halda sadə ədəd ola bilər? Yadınızda saxlayın, tərəfləri natural ədədlə ifadə olunursa və düzbucaqlının sahəsi deyir natural olsun.
daha doğrusu sadədə də olsun, onda 100% tərəflərdən biri 1-dir, o biri də hansı sadədədir? 1 və hansı sadədədir? Məsələn, 1 vur 23, 1 vur 13 və s. ola bilər. Bu düz bucaqlının perimetri sadə yoxsa mürəkkəbdir? Əlbəttə ki, mürəkkəbdir. Məsələn, baxın, 2 vurulsun 23 üstə gəl 1. Eləyir 48. Əlbəttə ki, 48 mürəkkəb ədəddir. 48-i 1-ə bölmək olar, 2-yə bölmək olar, 3-ə bölmək olar, 4-ə bölmək olar, 12-yə bölmək olar, 24-ə, 48-ə gördünüzmü nə qədər versiya var? Deməli, mürəkkəb olacaq. D. Səbinə və Anar 120 ədədini sadə vuruqlara ayırda. Kimin cavabı doğrudur? Gəlin uşaqlar, doğru cavabı özümüz yazaq. Baxaq görə kim düz yazıb. 120-ni bölək 2-yə 60. Bölək 2-yə 30. Bölək 2-yə 15. Bölək 3-ə 5, 5. Deməli, uşaqlar, düzgün ayıran Səbinədir. Baxın, 2, 2, 2, 3, 5. Bizdə də var da 2, 2, 2, 3, 5. Deməli, Səbinə doğru eləyib. Amma burada 6 yazıb. 6 sadə ədəd deyil axı. Təbliğ zamanı 91 kökəni boşqablara bərabər paylamaq istədilər. Kökələri paylamaq üçün ən azı neçə qab lazımdır? Uşaqlar, ən azı neçə qab lazımdır? 91-i gəlin vuruqlara ayırsaq. 91-i 17-yə bölmək olar. 17-yə bölsək, daha doğrusu 13-ə bölmək olar. Və yaxud da ki, 7-dən başlayaq. 91-i bölək 7-yə düşəcək 13, 13. Aha, 7 və 13-dür. Yəni, 91-in vuruqları 7 və 13-dür. Deyir, ən azı neçə boşqab lazımdır? Mən hər boşqaba 13 dənə yığsam, 91 böl 13 mənə 7 boşqab lazım olar. Birinci sualın cavabı. Bu halda hər qabda neçə kökə olar? Ən azı neçə qab lazımdır? Deməli, 7 qab. Bu halda qabda neçə kökə olar? Hər qabda uşaqlar 13 kökə. Çünki hər qaba 13 kökə yığmalıyıq ki, bizə az qab lazım olsun. Sonra, rəsm dərnəyində müəllim 55 karandaşı şagirdlər arasında bərabər payladı. Sonra o 22 fırçanı da bu uşaqlar arasında bərabər payladı. Hər uşağa neçə karandaş və neçə fırça düşdü? Uşaqlar, 55-i gəlin yazaq. 5 vur 11 kimi. 22-ni yazaq. 2 vur 11 kimi. Belə çıxır ki, bu sinifdə 11 şagird var ki, hər bir şagirdə, bax, hər şagirdə, uşaqlar, hər şagirdə 5 karandaş düşür. Və hər şagirdə, baxın, hər şagirdə də 2 fırça düşür. Birinci halda 5 karandaş, ikinci halda hər şagirdə 2 fırça düşür. Bu da belə. Baxaq 16-cı suala. Parkda 6 nəfər var. Şimdi bakalım. Parkda 6 nəfər var. Onların hər birinin yaşını ifadə edən ədəd sadə ədəddir. 5 nəfərin hər biri ən kiçiyinin uyğun olaraq 2, 6, 8, 12 və 14 yaş böyükdür. 5 nəfərin hər biri ən kiçiyindən uyğun olaraq, ən kiçik kimdirsə, hərəsi 2 yaş, 6 yaş, 12 yaş, 14 yaş böyükdür. Parkdakı adamların ən kiçiyinin neçə yaşı var? İndi biz elə bir ədəd seçməliyik ki, uşaqlar, həmin şeyin üstə 2 gələndə sadə alınsın, həmin şeyin üstə 2 gələndə sadə ədəd alınsın, daha doğrusu 6 gələndə, 8 gələndə sadə ədəd ala bilək, 12 gələndə sadə ədəd ala bilək, 14 gələndə sadə ədəd ala bilək. İndi gəlin fikirləşək, görək bu hansı ədəd ola bilər? Yoxlayaq da uşaqlar, 1 yaş olsa həmin uşağın, 1-in üstə 2 gəlsək 3, 1-in üstə 6 gəlsək 7, əgər 1 olsa. 1-in üstə 8 gəlsək 9 olmaz, 9 axı sadə ədəd deyil. Deməli, bu alınmadı. Parkdakı həmin balaca uşağın 2 yaşı olsa,
2 + 2 gəlsən 4. Axı 4 sadə deyil. Deməli bu da olmadı. Bəlkə 3 yaşı olsun uşaqlar. 3 + 2 gələk. Deməli 5. 3 + 6 gələk, amma 9 sadə deyil. Gəlin onda parkdakı uşağın 5 yaşı olsun. Yəni bunu bu cür yoxlamalıyıq. Məsələn, mən sizə tez variantı desəm, o öyrənmək olmayacaq uşaqlar. 5 yaşı olsa, 5-in üstə 2 gələrsən 7. 5-in üstə 6 gələrsən 11. 5-in üstə 8 gələrsən 13. 5-in üstə 12 gələrsən 17. 5-in üstə 14 gələrsən 19. Deməli, parkdakı uşağın 5 yaşı var imiş. Həqiqətən də baxın, 2 yaş böyükdür, 5 yaş böyükdür, adlar 6 yaş böyükdür, 2, 6, aha alınır da. Yəni 5-dən 6, 5, aha 5 yaş böyükdür. Bircə dəqiqə. 5 yaşı olsa, hə də 5 + 6 11, 5 + 8 13. Aha alınır da uşaqlar. Baxın. 5 yaş aralarında fərq olsa, deməli hər baxın 5 yaş fərq var. 19, 15. Aha, bəli, 19-dan məsələn 5 çıxsan 14 yaş, 17-dən 5 çıxsan 12, 13-dən 5 çıxsan 8, 11-dən 5 çıxsan 6, 7-dən 5 çıxsan 2. Deməli, uşağın 5 yaşı varmış. Yəni biz bunu yoxlamalıyıq. Yəni bədahətən əzbərə tez tapmaq olmur. Yəni bir dəfə 1-i yoxlayacağıq, bir dəfə 2-ni yoxlayacağıq, elə tapacağıq. Mən istəmədim ki, sizə birbaşa cavabı deyim. Çünki o öyrənmək olmayacaqdı. Bura qədər dəyərli şagirdlərimiz, videonuzu paylaşın, şagirdlərə paylaşın, gözəl şərhlər yazmağı unutmayın. Kanalımızı izləyin uşaqlar. Sizə bu kanalda KSG və BSG-lərə də köməklik edib video izahlar çəkəcəm. Sizə KSG-lər paylaşacağım. Bizimlə bərabər işləyərsiniz. Videomuzu bəyənin, ürəklər qoyun. Sağ olun, var olun əziz balalar. İnşallah növbəti dərs sahında görüşərik. Sonda sizə bir dənə sual verim. Cavabı yazarsınız. 96 ədədinin, qəşəng bir sual yazıram, şərhlərə yazın. Ədədinin neçə müxtəlif sadə böləni var? Sadə böləni var. Cavablarınızı rəy bölməsində yaza bilərsiniz uşaqlar. Görək kim qalib olacaq, kim doğru cavab tapacaq. Neçə müxtəlif sadə böləni yox, gəlin yazaq vuruğu. Neçə müxtəlif sadə vuruq olsun sualımız. Haydi bakalım çocuklar, yazın görək kim düz yazacaq.